Hər vaxtınız xeyirli olsun. Bakı Məhkəmə kompleksində ədalət mühakiməsi davam edir. Araşdırılır. 35 il ərzində Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı hərbi təcavüzkar müharibə nəticəsində törətdiyi çoxsaylı cinayət faktları təqsirləndirilir. Ermənistan dövləti və silahlı qüvvələrinin Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, hərbi təcavüzkar müharibə nəticəsində yaratdığı silahlı birləşmənin 15 nəfər üzvünün barəsində açılmış cinayət işi. Qeyd edək ki, təqsirləndirilən şəxslər Arayik Artunyan, Bako Sakyan, Arkadiy Qukasyan və digərləri özlərini təqsirli bilməsələr də, onlar sual-cavab mərhələsində, eyni zamanda bundan əvvəl sərbəst ifadələrində Ermənistan Azərbaycana qarşı apardığı hərbi təcavüzkar müharibəni, digər çoxsaylı cinayət faktlarını, 44 günlük vətən müharibəsində hansı postlarda olduqlarını, hansı əməliyyatlarda iştirak etdiklərini ifadələrində təsdiqləyirlər. Qeyd edək ki, təqdim edilmiş sənədlərlə tədqiq olunur məhkəmə prosesində və birbaşa təsdiqlənir ki, bütün bu hadisələrin əsas mənbəyi 1980-ci illərin sonunda, daha dəqiq desək 1988-ci ildə başlanmış hadisələrdə və təqsirləndirilən şəxslər də ifadələrində qeyd edirlər ki, ilk dəfə olaraq həmin vaxtı qaldırılan məsələlər, təşkil olunan mitinqlərdə Azərbaycana qarşı törədilən bütün bu faktların mənbəyi, əsası o zaman qoyulub və ilk dəfə də həmin Azərbaycana qarşı silahlanma, həmin o mitinqlər zamanı çağırışlar bildirilib, çağırışlarda qeyd olunub və bundan sonra silahlanmaya başlanılıb. Və çoxsaylı cinayət faktlarının törədilməsində həmin o cinayətkar qruplaşmanın, eyni zamanda qondarma rejimin silahlanması iki mənbədən təmin olunub. Onlardan birincisi Sovet qoşunlarından dislokasiyasından sonra əldə olunan silahlar olub. İkincisi isə Ermənistan dövlətinin birbaşa tədarük etdiyi silahlar olub ki, onlardan istifadə ediblər. Hətta təqsirləndirilən şəxslər saxlanılarkən onlardan götürülmüş silahlar təsdiqini tapır ki, Ermənistan dövlətinə, Ermənistan polis idarəsində qeydiyyatda olub. Evlərində tapılan silahlar və digər faktlar, sübutlar. Məhkəmə prosesində həm də zərər çəkənlərin nümayəndələri iştirak edir və onlar da təqsirləndirilən şəxslərə çoxsaylı suallar ünvanlayırlar və qeyd edək ki, bu iş üzrə 531 mindən çox zərər çəkən var. Proses açıq keçirilir və biz mütəmadi olaraq məhkəmə prosesi ilə bağlı məlumatlar çatdırırıq. Bugün də bizim proseslə bağlı xüsusi reportajımız olacaq. Hələlik isə söz sizdə, mərkəzdədir.